Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizə olsun inşallah. Ramazan ayının 26-cı günü hamımız üçün mübarək olsun. Allah Ramazan ayının hörmətinə bizləri bağışlasın. Gözəl və təravətli ay. Xoş o insanların halına ki, istifadə etdilər və Ramazan ayında məğfirət etdilər və Allahdan bağışlanmaqlıq dilədilər və bağışlandılar. Hazreti Peyğəmbər aleyhissalam buyurur ki, sizin imanınız eyni ilə geyindiyiniz paltarlar kimindir. Necə ki, paltarlar geyindikdən sonra həm işdən düşər, həm köhnələr, həm də öz təravətini itirər, yəni təzəliyini itirər. Bəs insanın imanı da bu cürdür. Əgər insan imana xidmət etməsə, imanı təqviyyət elətdirməsə, o iman insanda köhnələr və insanın bədənində o iman zəifləyər və insan o imandan kənara qalar. Bəs Hazreti Peyğəmbər aleyhissalam buyurur ki, çalışın ki, imanınızı hər vaxt təravətli saxlayın. Necə edək imanımız yüksəlsin? Qur'an oxumaq, gözəl işlər görmək, ibadət etmək və Allahdan istəmək. Peyğəmbər aleyhissalam buyurur ki, Allahdan istəyin ki, Allah o imanı sizin qəlbinizdə yaşatsın və təravətli eləsin. O iman bədənizdə cavanlaşsın. Hər vaxt çalışaq ki, imanımız yüksək bir səviyyədə ruhlandırılsın inşallah. İmam-ı Rıza aleyhissalam buyurur ki, hər kəs Allahdan tövfiq istəsə, amma zəhmət çəkməsə, o özünü məsxərə, ələ salmaqlıqdan başqa bir şey deyil. İnsan ola bilər, Allahdan çox şey istəyər. Allahım, məsələn, mənə elm ver. Allahım, mənə tövfiq ver. Allahım, mənə filan gücü ver. Amma bu istəməkliklə bərabər insan gərək özü zəhmət çəkə, xidmət edə ki, Allah da o tövfiqatı insana verə. Bəs İmam-ı aleyhissalam buyurur ki, insan Allahdan tövfiq istəyirsə, o tövfiqi istəməklikdən bərabər özü zəhmət çəkib o dərəcəni qazanmalıdır. Amma Mevla-i Muttəqiyan Ali aleyhissalamdan gözəl bir hədis. Ali aleyhissalam buyurur ki, La təttəxizənnə əduvvə sədiqəkə sadiqən fətəaddi sadiqəkə ya fətəaddi sadiqəkə. Hazret Əmir el-Müminin aleyhissalam buyurur ki, heç vaxt dostunun düşməni ilə dost olma. Yəni bir insanla ki, dostsan, o dostu düşməni ilə dostluq etmə. Əgər dostu düşməni ilə dostluq etsən, o bir zaman səbəb olacaq ki, dostunla düşmən olasan. Nə gözəl bir kəlamdır ki, Əla aleyhissalam nəql edir ki, hər vaxt diqqət elə. Bir dostunla əgər bir nəfər düşməndirsə, onun düşməni ilə sən dostluq etmə. Əgər edərsənsə nəticədə sənin həmin o dostun sənə düşmən seçilər. Amma orucun hökmləri buyururlar ki, o kəslər edə bilməzlər ki, hər şeydən ötəri orucunu sındırsın, orucunu yesin. Heç vaxt bu işi etməməlidir. Yəni bir insan əgər oruc tutubsa, ola bilər birdən mədəsi ağrıyar, baş ağrıyar, qarnı ağrıyar, halı olmaz. Bu səbəb deyil ki, insan həmən dəqiqə orucunu sındırsın. Amma alimlərin nəzəri budur ki, əgər o arğı, o əziyyət insana şiddətli dərəcədə əzab versə və insanı halsız etsə, insanı öz ixtiyaratından ayırsa, o insan edə bilər ki, orucunu sındırsın. Oruçluq mövsumunda insan çox şeyə diqqət etməlidir. Hər bir bəhanə ilə orucu xarab etməməlidir. Allahdan tövfiq istəyək ki, Allah bu ayda bizə izzət, kəramət nəsib etsin ki, oruçluğumuzu tamamilə axıra qədər çatdıraq
və başa vuraq inşallah. Allahım cəmi günahlarımızı bu oruçluğa xatir, Ramazan ayına xatir bağışla. Özümüzü, atamızı, anamızı, aləmizi bağışla. Bizləri düz yola hidayət elə. Boynumuzda haqqı olanları bağışla. Ölənlərimizin ruhunu bu müqəddəs günlərə xatir şad elə. Cəmi şəhid ballarımızın ruhunu şad elə. Cəmi əskərlərimizi qoru. Cəmi qazilərimizə şəfa inayət elə. Onların sıxıntılarını həll elə. Bizləri yerin göyün bəlasından hifz elə. Ölkəmizdə həmişə əminamanlıq, sabitlik bərqərar elə. Və ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Allahümmə əccil li vəlikəl fərəc və səlli ələ Muhammed və ali Muhammed. Və səlamu aleykum və rəhmətullahi və bərəkət.